Bəli, həftə içi 5 gün axşam saat 6-da biz görüşürük. Hər vaxtınız xeyir olsun, hörmətli dinləyicilər. Bəli, Avto FM qaydaları pozma verilişinin vaxtıdır, məqamıdır. Aparıcınız mən Ceyhun Həsənli. Hər birinizi salamlayıram. İsti yay günləri, bəli, deyək ki, çox qızmar keçir. Bəli, son günlərdə bu istilər var. Bakıda təbii ki, Bakı küləklər şəhəri olduğuna görə hardasa biraz ola bilər ki, yüngülmək, bəzi yerlərdə təbii ki, daha da sərinlənə bilirik. Amma isti yay günlərində qəzaların baş verməsi ehtimalları daha çox olur. Nədir səbəblər? Yorğunluq, sürət, avtomobilin texniki vəziyyətinin normal olmaması kimi məsələlər. Bəli, yay mövsümü istirahət, səyahət və uzun yol səfərlərinin ən intensiv olduğu bir sözsüz ki, dövrdür. Lakin yüksək temperatur təkcə insan orqanizminə deyil, sürücülərin diqqətinə, reaksiyasına və avtomobillərin texniki vəziyyətinə də təbii ki, ciddi təsir göstərib. Biraz əvvəl ilə dəyərli qonağımızla bərabər müəyyən məsələləri müzakirə edirdik və elə artıq efirimiz başlayıb çox maraqlı, önəmli məqamlara da mütləq toxunacağıq. Qonağımız Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik leytenantı Mübariz Ağayevdir. Xoş gəlmisiniz Mübariz müəllim. Salam, axşamınız xeyir olsun Ceyhun bəy. Mən də sizi və dəyərli dinləyicilərimizi salamlayıram. Yenidən onların görüşünə gəlməkdən həzz alıram və bunun üçün özü məsuliyyətimi dərindən hiss edirəm, hazırlaşıram və eyni zamanda da qarşı tərəfdən də dinləyicilərimizə, yəni Doğma Radiomuzun bizə yaratdığı şəraitdən istifadə edərək dəyərli dinləyicilərimizdən də təvəqqəm var və onlardan da ricam bundan ibarətdir ki, bizə yaradılmış şəraitdən Doğma Radiomuzun bizə yaratdığı imkanlardan səmərəli istifadə edək. Əgər təbii ki, hərəkətli olan nəqliyyat vasitələrinin sürücüləri təhlükəsizlik qaydalarına riayət etməklə digər bizi oturaraq, yəni digər təhlükəsizlik şəraitdə bizi dinləyən dinləyicilərimiz də əgər radio qarşısındadırsa, yana qalmasınlar. Çünki yol hərəkəti təhlükəsizliyi hər birimiz üçün maraqlı olmalı bir mövzudur. Bu biz onunla məşğul olmasaq, belə deyirlər, o bizdən məşğul olur. Çünki hər birimiz bu və ya digər şəkildə yol hərəkəti iştirakçısı, istəyər piyada qismində, istəyər sürücü, sərnişin və digər hərəkət iştirakçısı qismində bu prosesdə iştirak edirik. Ona görə də təhlükəsizlikdən söhbət gedirsə və bu təhlükəsizliklə bağlı məsələlər bugün artıq prioritetdirsə, əgər bu təhlükəsizliklə bağlı məsələlər sonuçta insan həyatına, sağlamlığına təsir göstərən bir xəttlə inkişaf edirsə, bu nəqliyyat vasitələrinin sürətli artımı fonunda, ona görə də biz də mütləq bu məsələlərə düşünürəm ki, laqeyd qalmamalıyıq. Odur ki, bir daha dəyərli dinləyicilərimizi bizim üçün yaradılmış şəraitdən istifadə etməkdə, səmərəli istifadə etməyə dəvət edirəm, qarşılıqlı ünsiyyətə dəvət edirəm. Bəli, elə mən də elə sizin sözünüzə qüvvət qoşuluram və elə dinləyicilərimizdən rica eləyəcəm ki, WhatsApp nömrəmizə fikirlərini onlar da yazıb göndərsinlər, yəni bizim müzakirəmizə qoşulsunlar. Buyurun, hörmətli dinləyicilər, isti yay günlərində qəzaların səbəblərindən danışırıq. Bəs isti havalarda, sükan arxasında hansı risklər artır sizcə? WhatsApp nömrəmiz ixtiyarınızda, yazın ya da səs göndərin. WhatsApp 055 455 10 77. Mübariz müəllim, birinci sualım belədir ki, yay günlərində, isti günlərdə yol nəqliyyat hadisələrinin sayında artım müşahidə olunurmu? Yoxsa vəziyyət necədir? Yaxşıya doğru dəyişibmi? Və bizim sürücülərimiz yay mövsümündə əgər dəyişibsə yaxşıya doğru, deməli nələrə daha çox diqqət etməyə başlayıblar? Buyurun. Təşəkkür edirəm. Biz bu mövzunu bugün müzakirə etməyə düşünəndə, proqramı planlaşdıranda bu məsələni biz kulisdə də xeyli müzakirə etdik. Ondan əvvəl də işdə də telefonla danışdıq. Efirə öncəsi də biz bunu müzakirə etdik, bu və ya digər səbəbləri. Amma mövzuya keçməmişdən əvvəl, əgər icazə verirsə, mən bir məsələndə diqqətə. Çünki sonra irəliləyən dəqiqələrdə emosiyalar artır və biz daha çox mövzuya giririk. Anonslarımız yadımızdan çıxır, amma dinləyicilərimizə bir məsələndə onlara xatırladaq. Keçən efirdə də siz bunu elan etdiniz və WhatsApp nömrəsini xatırlatdınız. Və bu yalnız bu gün üçün deyil. Efirdən sonra da, yəni növbəti verilişimizə qədər bir həftə ərzində dinləyicilərimiz yol hərəkəti təhlükəsizliyi ilə bağlı bu problemlərlə, rastlaşdıqları qayğılarla, problemlərlə
onlar təklifləri ilə bizim həmin WhatsApp-da səsli mesaj da göndərə bilərlər, yazılı mesaj da göndərə bilərlər ki, mən və digər həmkarlarım gələn verilişə qədər, buraxılışa qədər biz o mövzularla bağlı maraqlanaq, onların problemlərlə maraqlanaq və növbəti verilişimizdə o məsələlərə işıqlandıraq və mümkün həll yollarını da göstərək. Bəli, sizin sayənizdə təbii ki, Mübariz müəllim, siz cavablandıracaqsınız. Bəli, biz bu imkanı, sizin vasitənizlə biz bu imkanı yaratmışsınız və mən də dinləyicilərimizi dəvət edirəm ki, bu imkandan səmərəli istifadə edək. Həftə ərzində öz problemlərini bizim WhatsApp-a yazıb bildirə bilərlər və mən onları diqqətə götürəcəm, araşdırması ilə bağlı da zəruri tədbirlər görəcəm. İki mesaj var, yeri gəlmişkən bununla bağlı 2 mesaj gəlib, amma irəliləyən dəqiqələrdə mütləq bəli buna toxunacağıq. Mən çox istərdim ki, o mesajlar səslənsin, dinləyicilərimiz də ardıcıl olaraq. İndi səslənsinmi? Birazdan səslənsin. Onda mən WhatsApp nömrəmizi yenidən xatırladım. Ola bilər ki, bax sizin hal-hazırdakı elə çıxışınızla bağlı, ola bilər ki, dinləyicilərimizin üzləşdiyi müəyyən problemlər var. Elə 055 455 10 77, bir daha deyirəm, 055 455 10 77. Hər hansı problemləriniz varsa, ümumiyyətlə sual qalır da bəzən müəyyən məqamlar yaranır ki, ona cavab axtarırsınız. Mübariz müəllim, həftə ərzində biz bunu mütləq edin, biz bunu cavablandıracağıq. Mütləq və mütləq 055 455 10 77. Buyurun. Mövzu ilə bağlı bu mövzu doğrudan da hər dəfə, yəni mövsüm dəyişdikcə, necə ki payız qış mövsümü üçün xarakterik olan meteoroloji, hidrometeoroloji şərait, əgər biz qış mövsümündə, payız qış mövsümündə yağış, qar, buz və digər bu kimi meteoroloji amillərdən danışırıqsa, yay mövsümünün üçün özünün xarakterik olan deməli iqlim şərtləri var. Burada təbii ki, ilk növbədə istidir. İsti hava şəraiti biz bununla bağlı mütəxəssislərin də rəylərinə istinad edərək qeyd edirik ki, yəni tibb sahəsində çalışan insanlar dəfələrlə bunu bizim ayrı-ayrı platformalarda da bu mövzu işıqlandırılarkən dəvət olunan mütəxəssislər birmənalı olaraq, yəni mübaliğəsiz bunu ifadə edirlər ki, isti hava şəraiti insan orqanizminə təsirsiz ötüşmür. O insanlarda xüsusən yaş nəzərə alınmaqla özünü müxtəlif formalarda göstərir. Əsasən yorğunluq, əzginlik, ləms, bir söz işlədirik bizim el dilində bir ləms olmaq, sanki halsız olmaq, bir qədər xüsusən də qida qəbulundan sonra maddələr mübadiləsi ilə əlaqədar olaraq insanların biraz da isti hava şəraitində daha çox yuxuya meyilli olması, bax bu kimi hallar özünü isti hava şəraitində daha çox göstərir. Üzr istəyirəm sözünüzə görə də bir də yay mövsümü həm də məzuniyyət mövsümüdür, tətil mövsümüdür. İnsanlar işləyirlər və yayda sanki elə bir biraz istirahət eləmək istəyirlər. O da hardasa müəyyən, bəli. Fikirlərinizlə çox bu da var. Birmənalı olaraq razıyam, çünki düşünürəm ki, yay mövsümü daha çox istirahət vəd edir və insan şüurunda da sanki yorulmuşam, sanki istirahətə ehtiyacım var. Bu kimi belə asosiativ tipə düşünürəm, şüurata yanaşmada var və bu çox normaldır. İnsanlar adətən buna köhnəlirlər yay vaxtı. Amma yenə təkrar edirəm, isti hava şəraitində insanların isti hava şəraitinin daha doğrusu insanlara etdiyi təsir adətən öncə sadaladığımız hallar yaradır. Onun orqanizmində, səhhətində müəyyən, indi bir də nəzərə alsaq ki, əgər söhbət bir yaşlı insandan, xəstəliyi olan, xroniki xəstəliyi olan bir insandan, eyni zamanda yaşından asılı olmayaraq, əgər şəxs yorğundursa, yuxusuzdursa, bu halda eyni zamanda nəzərə alsaq ki, bu aylar daha çox kənd təsərrüfatı sahəsində çalışan insanların da sayı artır. Yəni, biz bunu praktikada konkret olaraq misallarla göstərə bilərəm ki, səhər tezdən gün olmasın deyə adətən bölgələrdə kənd təsərrüfatı sahəsində çalışan bağda, əkində, biçində çalışan insanlar səhər sübh tezdən oyanırlar ki, günün isti vaxtına düşməsin deyə saat 5-də, 4-də, 5-də gün çıxarkən hələ tez bir sahəyə gedirlər ki, gün çıxana qədər saat 11-ə, 12-yə qədər gün zirvəyə qalxana qədər onlar işlərini görüb qutarmaq istəyirlər və bu halda onlar bir növ az yatırlar. Çünki nəzərə alsaq ki, hər kəs səhər tezdən oyanacaq deyin, erkəndən yatmır. Bugün bilirsiniz ki, bugün cəmiyyətin hamımızın bu bəlası olan bir telefon, biraz telefona baxırlar, biraz indi futbol mövsümündə futbola da baxanlar var və s. Ancaq görürsünüz, az yuxu yatır, səhər tezdən oyanır və gedir sahəyə, əkinə, biçinə, öz təsərrüfatına və çalışandan sonra yorğundur, həm də yuxusuzdur. Və belə bir halda gəlir əyləşir sükan arxasına və artıq sükan arxasında yuxulu bir adam, yorğun, yuxusuz bir adam, bu potensial təhlükə mənbəyidir.
Yəni bu sərxoş adama bərabər, hətta ondan da belə deyək də, ola bilsin bəzən görürsünüz ki, spirtli alkoqol qəbul edən insanlar bir az miqdarda, bir də görürsünüz ki, daha çox belə deyək, oyanıq olur, daha çox biraz reaksiyasını daha çox müqayisədə bəli. Toparlamağa çalışır ki, o hiss edir ki, sərxoşdur, özünü mənzil başına tez çatsın. Amma yorğun adam, yuxusuz adam bunu o qədər də heç fərqində olmur. Fikirləşir ki, avtomobil də hər gün gedib gəldiyim yoldur. Kənd arası yollardır və ya da rayon arası yəni heç nə olmaz. Gündəlik gedib gəldiyim yoldur, mən. mən bu yolu tanıyıram, əzbər bilirəm. Amma başa düşmək lazımdır ki, bunu ümumiyyətlə qəbul eləmək lazımdır ki, və bunu dəfələrlə baş vermiş və nəticəsi olduqca ağır olan, bərpası mümkün olmayan itkilərlə nəticələnmiş hadisələr göstərir ki, bu qətiyyən bu yanaşma qətiyyən doğru deyil. Doğru deyil, bəli. Çünki hər kəs yaxşı bilir ki, sükan arxasında əyləşən hər kəs yaxşı bilir ki, ümumiyyətlə ki, hər bir istər avtomobil idarə etsin, istəyir, etməsin. Yetkin insanlar yaxşı başa düşür ki, yuxu gəldisə, həmin o bir anlıq, o şirin yuxu gəldisə, o əgər biz o yuxunu bir sürücü bu vəziyyətdən çıxa bilmədisə, yuxu ölümə bərabərdir. Faktiki olaraq siz sükan arxasında tamamilə fəaliyyətsiz bir şəxsiniz. Avtomobilin idarə etməsi bir anlıq belə əgər sizin idarənizdən çıxıbsa, artıq avtomobil sizin deyil. Siz həm özünüzü, həm avtomobildə olan sərnişinizi, həm də sizlə bərabər həmin vaxtda hərəkətdə olan digər nəqliyyat vasitələrinin, sürücülərini, sərnişinləri, hansı ki, onlar günahsız adamlardırlar. Öz yolunda sakit avtomobilini idarə edir, təhlükəsiz idarə edir və görürsünüz ki, belə bir səhlənkarlıq səbəbindən çox ağır nəticələr baş verir. Burada bir xüsusi qeyd olunmalı məqam da xəstə olan insanların, yaşlı olan insanların, eyni zamanda avtomobilində soyutma sisteminin, kondisioner sistemi ilə təchiz olmayan avtomobillərdə bəzən görürsən ki, sürücülərin uzaq məsafələrə qət edərkən isti hava şəraitində bəzən günün isti vaxtında yola çıxırlar. Biz də bilirik ki, ölkəmizdə bizim 11 iqlim tipindən 9-u bizim ölkəmizdədir və bundan biri də eyni zamanda Aran bölgəsində daha çox bizim ölkənin temperatur daha yüksək olur. Düzdür, cənubunda, şimalında, qərb hissəsində müəyyən qədər şimal şərqdə, qərbdə indi şimal qərbdə şərqdə müəyyən qədər dağlıq dağ ərazilər olsa da, amma əsasən ölkəmiz Aran bölgədən ibarətdir və böyük magistral, avtomagistrallar, oradan keçir, bəli. Yolların demək olaraq böyük şəbəkəsi. İsti deyəndə Kürdəmir misal üçün yada düşür də, yəni bu uzatmadan konkret olaraq deyə bilərik ki, yəni hər kəsin yanında Kürdəmir düşür, yəni bu həmin avtomagistral düşür. Bəzən də görürsünüz ki, belə uzun məsafəni indi ölkə səhər tezdən çıxır, Bakıdan Qazaxa doğru hərəkət edir, isti hava şəraitində nəzərə almır, bir müddətdən sonra və fasiləsiz avtomobil idarə etməyə çalışır ki, mənzil başına tez çatsın, istidən canını tez qutarsın. Amma bilmək lazımdır ki, belə yanaşma yanlışdır və gec-tez həmin sürücü o isti küləyin təsiri nəticəsində, eyni zamanda bəzən görürsünüz ki, kondisionerin özü də, o yaratdığı komfortun özü də yorğun adama, yuxusuz adama o xoş təsir bağışlayır. Yəni, biraz sərinlik də belə deyək. Biraz rahatlayır və daha çox onun yuxuya getməsinə, məst olmasına, avtomobil ətraf mühiti daha aydın qavramasına mane törədir. Bax, bu hallar. Və burada ən qorxulu məqamlardan biri də xəstə olan insanların, yaşlı insanların bu isti hava şəraitində avtomobili idarə etməsidir. Bax, bu günləri ötən gün ayın 16-sında saat 16 radələrində təxminən Tərtər rayonu ərazisində 2 nəfərin, ər və arvadın, onlar deməli ahıl insanlardılar, onların ikisi deməli yol nəqliyyat hadisəsində çox faciəvi bir şəkildə həlak oldular. İndi biz həmin fakt üzrə təbii ki, cinayət işi açılıb, istintaq aparılır, müvafiq prosesual hərəkətlər icra olunur, amma eyni zamanda həmin avtomobildə, daha doğrusu yol nəqliyyat hadisəsində iştirak edən yük avtomobilin sürücüsünün də deməli ilkin ifadələri var, eyni zamanda şahid ifadələri də var, hansı ki, indi biz prosesual şəxslərlə bu barədə söhbət edirik hadisənin səbəblərini və o sürücü aydın şəkildə ifadə edir ki, deməli, qarşıdan gələn nəqliyyat vasitəsi, Mercedes markalı nəqliyyat vasitəsi, o deməli, müəyyən, o qədər də deyir, böyük sürət də yox idi, yəni, ancaq heç bir ötmə əməliyyatı da eləmədi, qarşıda bir maniyə də çıxmadı, hər hansı bir force major hal yaşanmadı. Mənim gözüm görə o, deməli,
önündə gedən avtomobillə ardınca gəldi. O həmin avtomobil keçdi, getdi. O avtomobil mənim gözüm görə yoldan öz deməli səmtini dəyişdi və gəldiyi sürətlə də mənim avtomobilimə doğru irəlilədi. Məsafə çox az idi. Təbii ki, bu mümkün olan qədər indi tormuz verib, çünki orada 20 metrdən çox deməli tormuz izi var yerdə, əyləc izi var yerdə. Amma deyir, mən heç cür bu qəzadan saxlaya bilmədim, yəni mümkün olmadı. Sükanı da qaçmağa da çalışanda o artıq mənə çatmışdı və frontal toqquşma baş verib və həmin yük avtomobili də yoldan çıxaraq deməli ağaçlıq bitki sahəsinə daxil olub, yəni o da xəsarət alıb. Amma təbii ki, yük avtomobillə mini avtomobilin toqquşması və qarşıda gələn avtomobilin də eyni sürətini dəyişmədən bu şəkildə frontal toqquşması həmin o Mercedesdə olan sürücünün və onun yanında əyləşən həmin vaxt sərnişin avtomobildə olan həyat yoldaşının sərnişini hər ikisinin də deməli hadisə yerindəcə həyatını itirməsinə. Allah rəhmət eləsin, amma ehtimallar onu göstərir ki, bütün bu sadaladığım ehtimallar təbii ki, bunlar ilkin ehtimallardır. Biz bu barədə istintaq gedir, bununla bağlı indi xüsusi araşdırma aparılır, prosessual hərəkətlər icra olunur və s. Amma şahidlərin özünün ifadəsində də görsənir ki, burada həmin sürücü, mərhum sürücü bu yol nəqliyyat hadisəsindən yayınmaq üçün heç bir cəhd göstərmir. Yəni avtomobil hansısa formada bir manevr etsə və yaxud da qarşıda bir maneə çıxsa, heç bir reaksiya yoxdur yəni. Bəli, bildik. Hansısa bir maneə çıxsa qarşıda, düşünərək ki, o manevr edə bilmədi, sürəti çox idi, hansısa formada qəzadan yayınmaq üçün bir cəhd elədi. Ancaq heç bir reaksiya verilmədən olduğu kimi gəldiyi sürətlə də meyllənib qarşıdan gələn əksər nəqliyyat vasitəsinin yoluna çıxmaq, bu birmənalı olaraq onu göstərir ki, mübaliğəsi deməyə imkan verir ki, həmin vaxt bu sürücünün diqqəti yolda olmuyor. Və bu onun göstəricisidir ki, təbii ki, indi yaşlı adamlardır, bu 1962 təvəllüddür mərhum və o görsənir ki, və əvvəlki deməli onun doğmalarının da verdiyi deməli məlumatlara görə həmin şəxs əvvəllər də qəza keçirib və avtomobil sürməkdən biraz belə deyək xofluyum və qorxurmuş. Naşıdır, yəni naşıdır. Yox, naşı deməyək. Biraz qorxu. Yəni əvvəllər nəqliyyat hadisəsi keçirdiyinə görə bir avtomobilə fobiyası var. Və həmin vaxt da deməli yoldaşı ilə bildirdiklərinə görə təbii ki, bunlar ilkin doğmalarının verdiyi ifadələrdir və göstərir ki, onlar deməli yoldaşını, mərhum həyat yoldaşını səhhəti ilə bağlı hansısa tip müayinədən gətirilmiş. Təsəvvür edin ki, yəqin ki, müayinəyə gedən bir adamlar, bu mənim şəxsi subyektiv fikrimdir, yəqin ki, səhər erkəndən durublar, hansısa digər şəhərə, Gəncə şəhərinə bildiyim qədər, onlar üst tutublar, müayinə olublar, təbii ki, bunlar tezləndən gediblər ki, növbə olmasın, daha tez işlərini görüb qayıtsınlar və xəstə ilə bağlı bir qədər də yorğun olur və ehtimallar bunu göstərir ki, sürücünün yorğun olması avtomobili nəzarətsiz qalmasına və heç bir belə deyək müqavimət göstərmədən, heç bir təsirsiz yəni gəldiyi sürətlə də qarşıdan gələn avtomobilin yoluna çıxması. Aydın oldu. Biz bu məsələyə təbii ki, qayıdacağıq. İsti yay günləri qəzaların əsas səbəblərindən biz danışırıq. Baxın, elə yay günlərində elə dünən belə bir ağır bir hadisə baş verdi. Vüsal bəy yazıb ki, salamlar, aleyküm salam Vüsal bəy. Mən taksi sürücüsüyəm. İsti havada 8-10 saat sükan arxasında oluram. Bəzən hiss edirəm ki, diqqətim azalır. Ümumiyyətlə, taksi sürücüsüz və 8-10 saat gün ərzində ümumiyyətlə yolda olmaq biraz bu istənilən mövsümdə mənə gəlir. Bəli, finallarda, bəli. Bizim hörmətli dinləyicimizə, əziz qardaşıma bunu tövsiyə etmirəm. Çünki paytaxt ərazisində bilirik ki, Bakı da ayrı iqlimdir. Bu paytaxt ərazisində yəni kifayət qədər isti keçən bir iqlim şəraitinə malikdir və mütləq və əgər nəzərə alsaq ki, hələ bizim dəyərli dinləyicimiz, əziz qardaşımız bu həm də ictimai nəqliyyatla sərnişin daşımada xidmət edir, çalışır və o mütləq iş və istirahət rejiminə, bir də təkid edirəm, iş və istirahət rejiminə qeyd şərtsiz riayət etməlidir. Yəni bu təkcə özü ilə deyil, o eyni zamanda daşıdığı sərnişinlərin də həyat və sağlamlığına birbaşa cavabdeh olan şəxsdir. Ona görə də biz onu tövsiyə etmirik. Çünki belə hallar 1 gün, 2 gün, 3 gün davam edə bilər. Amma gec-tez belə bir misal var deyil, su sənəyi suda sınar. Yəni biz bu elədiyimiz xətaları görməzdən gələ bu bir müddət biz, amma gec-tez bu xətalar ehtimalla özünü göstərəcək və bir günləri görürsünüz ki, müəyyən insanlar yenə təkrar edirik, yorğun, yuxusuz olur, müəyyən qədər fikirli olurlar. Görürsünüz, bunlar hamısı zamanla üst-üstə gələndə hadisə də bir anın içərisində olur.
Təsəvvür edin ki, bax biraz bundan əvvəl diqqətə çatdırdığım bu misalda həmin o sürücü bəlkə də bir anlıq onu yuxu tutub, bəlkə də bir anlıq o diqqəti yayınıb yoldan. Həmin o bax o bir an dediyimiz an insanın həyatını bir ömürlük, bir dəfəlik dəyişən bir an ola bilər. Onu bir dəfəlik onun həyatını qaraldan bir an ola bilər. Yəni o an, o yuxu bir də ayılmayan bir dəqiqələrdir. Ona görə də avtomobil idarə etmək təhlükəli fəaliyyət növü olduğu üçün avtomobil arxasına əyləşən insan o öz həyat və sağlamlığını, başqalarının həyat və sağlamlığını risk altına atmamalıdır. Heç bir ehtimalı, heç bir riski belə deyək, göz ardına almamalıdır və başa düşmək lazımdır ki, bunu bir mənalı olaraq. Baxın, başqa bir hadisə də mən deyə bilərəm. Mən də onu demək istəyirəm, digər hadisə. Biləsuvar rayonunda da, yenə də, Biləsuvar rayonunda da, bu toqquşma hadisəsində də, yəni baxırıq ki, deməli, arxadan yük avtomobili qarşıda gedən nəqliyyat vasitəsidir. Qarşıda gedən nəqliyyat vasitəsi o dönməyə hazırlaşır, dönür və arxadan gələn nəqliyyat vasitəsi sürücüsü də orada elə bir baxışsız yolda kifayət qədər az sərt, az deməli görünmə məsafəsi məhdud olsa da, bu ondan xəbər verir ki, sürücü həmin an diqqəti yolda olmayıb. Yəni bu sutkanın işıqlı vaxtıdır, saat 15 radələridir. Nəriman kəndinin ərazisidir. Kifayət qədər belə deyək də günün işıqlı vaxtıdır, məhdud görünmə deyil, yağış yağmır, qaranlıq deyil. Artıq insan sürücü özü günün gün orta çağı belə deyirlər, bəli. Xalq dilində desək, elimizin dilində desək, günün gün orta çağıdır. Sadəcə olaraq həmin trayektoriyada sürücünün diqqəti yolda olmadığı üçün sola dönən nəqliyyat vasitəsini vaxtında görə bilmir, sürət həddini düzgün hesablaya bilmir, ara məsafəsini düzgün hesablaya bilmir, manevr etmə qaydalarını pozur və VAZ markalı avtomobili vurur, toqquşur, eyni istiqamətdə hərəkət olunur, vurur, deməli, qarşıdan gələn nəqliyyatın yoluna atır. Həmin qarşıdan gələn də avtomobil də, o da yük avtomobilidir. Həmin avtomobil də təzələnən bu VAZ markalı avtomobili, o da onu vurur, toqquşurlar və yenidən qayıdıb yenə bir-biri ilə yenə yük maşınları da və avtomobil də deməli yanğın baş verir. Həmin o VAZ markalı avtomobil sürücüsü hadisə yerində də dünyasını dəyişir. Ümumiyyətlə biz müşahidələrlə xidmət zamanında bunu dəfələrlə müşahidə etmişik. Təhlillər də bunu göstərir ki, eyni istiqamətdə gedən nəqliyyat vasitələrinin toqquşması bir mənalı olaraq, mübaliğəsiz olaraq deməyə əsas verir ki, bu yalnız o halda baş verir ki, arxada hərəkətdə olan nəqliyyat vasitəsi sürücüsü ya yorğundur, ya yuxusuzdur, sükanın arxasında yatıb və yaxud da ki, hərəkət zamanı diqqəti yayındıran hansısa hərəkətlərə meyillidir, alüdədir. Ya telefonla oynayır, ya hansısa musiqi ilə, cihazlarla məşğuldur, yəni diqqəti yolda deyil. Çünki qarşıda gedən nəqliyyat vasitəsi bu böyük maneədir. Özə bunlar baxırıq ki, əsasən də burada artıq sutkanın qaranlıq vaxtı bu qədər də o qədər günün gün orta çağı və ya dediyimiz kimi qarşıda hərəkətdə olan nəqliyyat vasitəsi necə gedirsə, hansı sürətlə gedirsə, bu göstərir ki, bizim əlimizdə bununla bağlı video kadrlar da var, dəfələrlə baxmışıq da, göstərmişik də, təbliğ eləmişik. Bununla bağlı həyəcan təbliğdə çalmışıq, dəfələrlə bunu təbliğat xarakterli material kimi də şərh etmişik ki, görsənir ki, açıq aydın avtomobil idarə edən şəxs heç bir ayağını, heç bir belə deyək, fərqinə varmadan, belə deyək, gözünü də qırpmadan elə gəldiyi sürətlə də gedir və dayanmış yolun kənarında dayanmış nəqliyyat vasitəsinə çırpılır və yaxud da hərəkət asla sürətlə qarşıda gedən nəqliyyat vasitəsinə çırpılır. Bu nəyin göstəricisidir? Ondan xəbər verir ki, sükan arxasında olan insan ya yatıb, ya da həmin vaxt diqqəti yolda deyil. Çox təəssüf ki, bu mobil telefon deyirsiniz, bu ən böyük, düzdür, bir tərəfdən müasir dünyadır, bizim bir çox işlərimizi asanlaşdırır, amma digər tərəfdən də əgər sükan arxasındayıqsa, yəni bizim həyatımızın bahasına gəlib çıxır. Xətt çəkək, heç bir qeyd şərt qoymayaq. Yəni təbii ki, biz siz də mənim çağırışımı dəstəkləyirsiniz. Yəni təbii ki, əlbəttə. Ona görə də burada gəlin elə ikimiz də buradan o şəkildə səslənək ki, telefon bizim həyatımızı yaxşılaşdıra da bilər, gəlirimizi artıra da bilər, doğmalarımızla ünsiyyət həyatımızın ayrılmaz hissəsidir əlbəttə. Bunu kim dana bilər ki? Amma əgər bu bizim həyatımızı bizim əlimizdən alacaqsa,
Bu deməli bizim dostumuzdan çox düşmənimizdir. Bəli. Yəni o hansı bir amil ki biz şüşanın arxasına əyləşdiksə, avtomatik olaraq bizim həyatımız, sağlamlığımız, digərlərinin, sərnişinlərimizin həmin o şüşandan asılıdır. Bəli, Təsəvvür çox edin ki, doğru. bir avtomobil ictimai nəqliyyatda bir avtomobil idarə edən sürücü özü ilə bərabər 7, 8, 10, 12, 20 və s. insan daşıyır. Onun həmin vaxt bir məsələdə müzakirə olunmalıdır telefonla bağlı. Bunu da qeyd şəxsi biz etməliyik və heç bir istisnasız bu məsələ belə də müzakirə olunmamalıdır. Qaydacıyıq bu telefon məsələsinə və Çünki bu risklərə. informasiya daşıyır. İnformasiya müsbət informasiya da ola bilər, Mənfi də ola bilər. Mübariz müəllim, telefona gələn zənglər əslində çox incə bir detaldır, çox maraqlı bir məqamdır bu. Düzdür, razıyam. Günümüz telefonla keçir, nə mənada işlərimizi ondan görürük, mesajlaşırıq. Yəni bir çox işlərimizi yəni daha da rahat edir, əl çatan edir. Amma digər tərəfdən bəzən yolda oluruq, bizə zənglər gəlir və belə görürsünüz ard-arda zənglər gəlməyə başlayır. Gələn zəngin emosional vəziyyət deyilən bir məsələ var. Yaxşı xəbər də ola bilər, pis xəbər də ola bilər. Ən belə deyim, yaxşı olmayan məqam oldu ki, bir də görürsünüz, pis xəbər olur, ya kimsə səni çilədən çıxardır, yəni ya da gələn mesaj neqativ ola bilər, hansı ki sənə yolda pis təsir edə bilər və sənin istər-istəməz diqqətin orada qalır. Bax bu çox doğru dediniz. Ən önəmli məqamlardan biridir. Bəli. Ona görə də biz bu məsələ ilə bağlı belə deyək, bunu istərdim ki, bir mənalı olaraq belə yaddaşlarda saxlayaq. Bizim telefonla işimiz yoxdur. Telefon əlbəttə ki, elmi texniki tərəqqinin ən böyük nailiyyətlərindən biridir və həyatımıza ancaq o müsbət tərəfdən faydaları saymaqla bitməz. Amma biz eyni zamanda, yəni bir məsələ başlayırsa, o bir məsələ də onunla bərabər o birisi sərhəddə dayanır. Nəqliyyat vasitəsini idarə etmək də təhlükəli fəaliyyət növüdür. Nəqliyyat vasitəsini idarə etmək üçün qanun da deyir ki, təcrübə də deyir ki, biz şüşanın arxasına əyləşdiksə, bizim diqqətimiz, bizim fokuslandığımız hədəf yalnız ətraf mühiti və yoldur. Burada artıq ikinci bir məsələ ola bilməz. Bəzən görürsünüz ki, ayrı-ayrı platformalarda ayrı-ayrı şəxslər, tanınmış şəxslər müzakirə məqsədi ilə biraz diskussiya olsun deyə müəyyən qədər populyarlıq naminə bəzən o müzakirələr açırlar və haqlı olan tərəf də var və konkret olaraq göstərirlər ki, yol hərəkəti haqqında qanunda da, eləcə də İnzibati Xətalar Məcəlləsində də göstərir ki, telefonu əldə saxlamaqla ondan istifadə. Bəli, bu belə yazılıb. Amma məsələnin bir təhlükəsizlik baxımından bir tərəfi var. Mən qanunu şərh etmək kimi bir vəzifəm yoxdur. Belə bir cəhdə də bulunmaq istəmirəm. Bu mənim səlahiyyətlərimə aid deyil. Norma necədirsə, eləcə təfsir olmalıdır. Amma bir məsələ eyni zamanda təhlükəsizlik, yol hərəkəti təhlükəsizlik zabiti olan bir qurumun təmsilçisi kimi də mən də öz arqumentlərimi irəli sürürəm, faktlarımı irəli sürürəm ki, bunu da istərdim ki, dinləyicilərimiz görməzdən gəlməsinlər. Telefon informasiya daşıyıcısıdır. Bunun hansı formada, istəyir telefon əldə saxlanılsın, istəyir salonda hansı ki bugünkü uzaqdan idarə edən audio cihazlar vasitəsilə eşidiləsin. Axı nəticədə bu yalnız və yalnız bu alət, bu cihaz informasiyanı qulağa ötürür. Yəni biz bunu əlimizdə saxlasaq da, qıraqda saxlasaq da, bax bu günləri oturduğumuz studiyada, yəni hansısa bir səs qıraqdan gəzər. Rejissor xanım bizə auditoriya bir qıraqdan bir mikrofon vasitəsilə, səs gücləndirici vasitəsilə bizə bir mesaj göndərsə, biz düşünürük ki, bu telefondan yox, hansısa belə dinamikdən eşidəcək ki, bizə deyəcək ki, məsələn, bu məsələ o reklama ayrılırıq. Biz bunu məsəl üçün bunu. Yəni biz yəni formasından asılı olmayaraq biz informasiyanı alırıq. Məsələ burada informasiyadandır. Bu telefonu əldə saxlamaq və yaxud da onun salondan gələn cihazlı eşitmə məsələsi bu artıq bu başqa bir məsələdir. Əsas hadisəni törədən məqam nədir? Səs. İnformasiya konkret olaraq. Həmin informasiya növündən asılı olaraq bu yenə təkrar edirik. İnsan emosional bir sistemdir. Onun belə temperamentdən asılı olaraq xəbər ona insanlar var ki, bir xəbərdən emosional insandır. Çox çilədən çıxır, bəli. Təsəvvür edin, bir misal deyim. Ana bir az yaşlı körpəsini bir öz anasına, dayıya, kiməsə bir baxıcıya təqdim edib. Həmin şəxs ana ilə danışır. Ana avtomobil idarə edir və telefona qulaq asır. Heç telefon da əlində yoxdur. Hansısa belə deyək də digər qurğu vasitəsilə uzaqdan səs gücləndirici, bəli. Səs gücləndirici buna qulaq asır. Həmin an qarşı tərəfdə daya qışqıra bilər ki, uşaq məsələn bir pəncərəyə yaxınlaşa bilər. Pəncərədə barmaqlıq yoxdur, mühafizə maneəsi yoxdur və uşaq pəncərəyə yaxınlaşır və düşmə riski var. Hündür mərtəbədən düşmə riski var. Həmin vaxt uşağa baxan şəxs qışqıra bilər.
O qışqıra bilər də, İstər-istəməz, bəli. haray qopara bilər. Narahatçılığa görə, bəli. Yüksək səslə çığıra bilər, bağıra bilər ki, uşaq yıxıldı. Həmin vaxt üçün siz Ananın, ananın bəli. düşən arxasında necə təsəvvür edirsiniz? O səsi eşidir. İndi bunu telefonun əlində saxladı da eşidəcək, qıraqdan səs gəlsə də eşidəcək və həmin an o çığırtını, o naləni eşidən ana sizcə düşən arxasında hansı vəziyyətdə düşə bilər? Avtomatik olaraq ayağı şok tormoza effekt. gedəcək. Bəli, bəli. Avtomatik olaraq İstər-istəməz. ayağı əyləcə sıxılacaq. Başqa bir reaksiya da ola bilər. Ola bilər ki, qaz pedalını da basa bilər. Yəni bu qeyri-adekvat bir reaksiya verəcək. Amma hansı ki yol üçün adekvat reaksiya lazımdır. Həmin vaxt üçün ətrafda digər nəqliyyat vasitələri gedir. Sürücü ilə qarşı tərəfdə nəqliyyat vasitəsi gedir. Ara məsafəsi var, sürət həddi var. Ötən avtomobillər var, svetofor var, məcburi dayanma var və s. və çox funksiyalı sistemin içərisindəsən. Belə bir vəziyyətdə informasiya alan adam və yaxud da görürsünüz ki, bir şən bir informasiya da ola bilər. Görürsünüz ki, qəhqəhə çəkir, müəyyən qədər emosional hərəkətlər edir və yaxud da çönür arxada olan kimlənsə danışır. Və baxın, biz belə bir söhbətə tutmaq da bəzən. Bizim ana keçən il səhv eləmirəmsə, biz görüntülərlə də bunu gördük. Ana ilə qızı yolda gedirdilər və ananın əlində telefon vardı. Telefonla danışırdılar və həmin o telefonla danışdığı an kameralar vasitəsilə çəkilir. Həmin o andan bir neçə dəqiqədən sonra həmin avtomobil gəldiyi sürətlərdə qarşıda gedən Kamaza çırpıldı və həmin o az yaşlı körpə bala elə anasının gözü qarşısında da həyatını itirdi. Və burada əsas amil ondan ibarət idi ki, həmin vaxt ananın əlində telefon vardı və o görsənirdi ki, o telefonla danışa-danışa diqqəti övladındaydı və telefonla danışa-danışa övlada nəyisə izah edirdi. Bəli. Diqqəti yolda deyildi. Bəli, bax bu kimi məsələlər əslində önəmli məqamlara biz toxunduq. Vaxtımız da artıq yavaş-yavaş yekunlaşmaq üzrədir, amma biz söz vermişdik dinləyicilərimizə ki, əvvəlcədən bəzi mesajlar və təbii ki, Mübariz müəllimin də burada xüsusilə rolu var, hansı ki, sizin suallarınızı cavablandıracaq. Biz arzu eləyək ki, dinləyicilərimizə elə Mübariz müəllimin sözünə də qüvvət, mütləq ayıq-sayıq olaq. Diqqətimiz bizə nə qədər qulaq assaz da, birinci növbədə diqqətiniz, hörmətli dinləyicilərimiz, hörmətli sürücülərimiz, yolda olsun. Ən vacib məsələ budur. Hər birinizə təhlükəsiz yolları arzu edirik və son olaraq mesajları da səsləndirək. Mübariz müəllim, səsli mesajla başlayaq. Bax, səsli mesaj düz mövzumuza aid deyil, elə ünvanlanan sualla bağlıdır. Buyursun, dinləyicilər. Salam Avto FM. Bir şey bilmək istəyirəm. Mən avtomobilimi dayanmış vəziyyətdə, yəni hərəkətdə olmayan avtomobilimin təkəri dönmüş formada, əgər saxlamışamsa və ora hansısa bir avtomobil sürətlə gəlib çırpılıb və onun nəticəsində də ölümlə nəticələnirsə, yəni ölüm varsa, mənə cinayət işi açılacaq o halda. Belə bir məqam bu. Biz bunu keçən efirdə də dedik, bir daha təkrar edirik, gələcəkdə də təkrar edəcəyik. Əgər yol nəqliyyat hadisəsi ölümlə nəticələnibsə, həmin fakt üzrə cinayət işi aparılır və cinayət prosessual qanunvericiliyə uyğun olaraq deməli, cinayət təqib üzrə icraat aparılır, istinaq hərəkətləri aparılır, müəyyən avtotexniki və digər müayinələr qoyulur və onun nəticəsinə uyğun olaraq həmin o hüquqi faktların, hüquqi məzmunsu, yekun qiymətləndirmə verilir və bu məhkəmə tərəfindən aparılır. Bu artıq başqa bir məsələdir. Amma eyni zamanda bunu da qeyd etmək lazımdır ki, yol hərəkəti haqqında qanunun 52-ci maddəsində dayanma durma ilə bağlı olan səhv eləmirəmsə 5-ci hissəsində konkret olaraq göstərir ki, nəqliyyat vasitəsi duracağa qoyulduqda nəqliyyat vasitəsinin mühərriki söndürülməlidir. Nəqliyyat vasitəsinin təkərləri səkiyə və digər maneəyə tərəf çevrilməlidir. Bu konkret normada imperativ olaraq, birmənalı olaraq yazılır ki, duracağa qoyulan nəqliyyat vasitəsinin sürücüsü mühərriki söndürməlidir. Avtomobilin qapıları bağlamalıdır. Deməli, avtomobilin təkərlərini, sükanı, təkərlərini səkiyə doğru yönətməlidir və ya digər maneəyə tərəf yönətməlidir. Əgər enişdə, yoxuşda dayanıbsa 3,5 tondan artıq olan nəqliyyat vasitəsi sürücüləri heç olmasa təkərlərinin birinin altına müəyyən tıxac qoymalıdır. Yəni qanunverici birmənalı olaraq deyir ki, əgər sən avtomobil duracağa qoymusansa, bu kimi təhlükəsizlik tədbirlərini görməlisən ki, səndən sonra hər hansı bir problemə çevrilməsin. Yadınızdadırsa, səhv eləmirəmsə bu ilin əvvəlində belə bir hadisə vardı ki, ata öz avtomobilini evinin qarşısında saxlamışdı. Deməli, ərazi enişdə olduğu üçün onun az yaşlı uşaqları qapıların açıq olmasından istifadə edərək əl tormuzu çəkilmədiyinə görə uşaqlar həmin avtomobili hərəkətə gətirmişdilər. Yadınızdadır, bizim demişdik. Avtomobil hərəkətə gəlmişdi. Enişdə doğru hərəkət edərkən qarşıda gedən, yolda gedən iki qadını vurdu. Onlardan biri müvazinətini itirib yolun kənarında yıxıldı. Qaz durbasının deməli konstruksiyasına dəydi başı və elə orada da
körpələr həyatını itirdi. Və o körpələr təbii ki, qapı açıq olmasaydı, əl tormozu çəkilmiş olsaydı, avtomobil duracağa yerləşdirilmiş avtomobillə bağlı zəruri təhlükəsizlik görülsəydi, sükan avtomobil təkərlər səkiyə doğru yönəldilmiş olsaydı, uşaq hərəkətə gələn avtomobil, uşaq təbii ki, avtomobil hərəkətə gətirə bilər. Yəni ötürücü qutunu neytrala sala bilər. Maşın enişdə olduğunu hərəkətə gələ bilər. Amma təkərlər səkiyə doğru yönəlmiş olsaydı, o biraz gedib səkiyə toxunacaqdı. Maneə olub dayanacaqdı. Uşaqlar da qorxub dayanacaqdılar və s. Daha bir dinləyicimiz yazıb ki, sürücülük vəsiqəsi olmadan qəza törədilib və qarşı tərəfə ziyan dəyib. İndi nə baş verəcək? Hansı cərimələr gözlənilir? Avtomobilin sahibi başqa adamdır, sürən isə başqa şəxs olub və onun sürücülük vəsiqəsi yoxdur. Son olaraq bunu da qısa cavablandırarız. Amma durmadan öz xətalarını sayır. Yəni avtomobili birmənalı olaraq hüquqsuz idarə etmək olmaz. Bu inzibati məsuliyyət yaradır, inzibati cərimə tətbiq olunur və belə hallar yol verilməzdir. Mən təşəkkür edirəm sizə Mübariz müəllim. Bu anda yenə də elan edək. Gələn həftənin 5-ci gününə yenidən hər hansı suallarınız varsa Mübariz müəllimdən bir daha xatırladıq. Soruşa bilərsiniz. Həftə boyu bəli yazın bizim WhatsApp nömrəmizə. Mən yenidən bu anda WhatsApp nömrəmizi xatırladıram. WhatsApp 055 455 10 77. Bəli, bir də deyirəm 055 455 10 77-yə yazın. Hər hansı problemləriniz varsa. Lazım deyil ki, bizim verilişimiz boyu olsun, həftə boyu olsun və həftə sonu olduğu üçün də çox xahiş edirəm hərəkət iştirakçılarından, onlardan rica edirik ki, havalar istidir. Təbii ki, bölgələrə səfər edənlərin sayı da açıq-aşkar görünür ki, nəzərə çarpacaq dərəcə artır. Yəni bunu hər kəs də görür. Ona görə çox xahiş edirik. Havalar isti keçir. Xahiş edirik, gün isti vaxtı yollara çıxmayın. Uzaq məsafələr qət edərkən az da olsa, heç olmasa dincəlin. Özünüzün təhlükəsizliyinə, ayıq-sayıq olmanıza fikir verin. Avtomobilin texniki sazlığına fikir verin. Biz bugünkü mövzuda bir sıra məqamlarda toxunduq, amma texniki təhlükəsizlik baxımından nasız avtomobillərin yaratdığı problemlərdən ona toxunmadıq. Bəli, növbəti həftə mütləq bu mövzulara da həftə sonu onlar öz istirahətlərini gedərkən çalışsınlar ki, öz bu istirahətlərini yol nəqliyyat hadisələri ilə kədərə, faciə çevirməsinlər. Bəli. Təşəkkür edirəm sizə. Bir daha xatırladıram ki, Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi polis polkovnik leytenantı Mübariz Ağayev bugün studiyamızın qonağı idi.